biz o səhvdən keçmişik, istəyirik siz daha yaxşı maddi cəhətdən yaxşı yaşayasınız və s. və ilə axır. Biz də axıra qədər çalışdıq ki, adam göstərdiyi sxemi dinləyək, fikirlərimizi düzdür arada ona uyğun suallar verirdik, amma çox belə deyək də ifşa edəcək sualları saxladıq axıra. Harda bunların ifşası həm də çıxır ortaya. Dostlar, demək bəzən elə rəqəmlər səsləndirirlər ki, onu bilməyən adama şirin gəlir də, belə deyim, doğma gəlir o rəqəmlər. Yəni əsaslandırır ki, biz 2 il sonra şirkət elə bir 5 ay yaranıb, nəzərdə tutur ki, 2 il sonraya biz 10 trilyonluq bir şirkət olacağıq, belə olacağıq, elə olacağıq, əsaslandırır. Biz maliyyə inqilabı gətirmişik, bank sistemlərini belə deyək də, anasını ağladacağıq, hər bir şey düşünülmüş şəkildə yerinə yetiririk. Sistemimiz budur, siz bu səviyyədən qoşulursunuz, bu səviyyəyə qoşulursunuz, bu qədər yatırım edirsiniz. İkinci səviyyə var ki, onun biraz yatırımı ondan çox olur, burada daha çox üstünlük olur.